Hörmətli müəllimlər, deməli, qrupda belə bir sualın izahını paylaşmaq istəyirəm. Qrupa atılan sualdır bu. Deməli, şəkildəki sistem sərbəst buraxılır. Buna əsasən cisimlərin aldığı təcili hesablayın. Belə də çətin bir sual deyil. Sürtünmə nəzərə alınmır. Və burada 3 kiloqram kütləli cisim yerə 30 Newton qüvvə ilə təsir eləyir. Deməli, sistemi hərəkət etdirən 3 kiloqramdır. Burada 5 kiloqram kütləli cisimin hərəkətin hərəkətdə deməli iştirak eləmədiyinə görə biz bunu nəzərə almırıq. Elə bil burada yoxdur bu. Aydındır? Onda biz təcilin düsturunu nə yazırıq? A bərabərdir əvəzləyici qüvvə böl toplam kütlə. Vsyo. Əvəzləyici qüvvə demək hansı olacaq? 30 Newton. Toplam kütlədə 3 ilə 2-nin cəmi. Da 5-i bura qatmayacaq. 3 üstəgəl 2 bərabərdir. 30 böl 5. Bu da bərabər olacaq 6 metr bölünmüş saniyənin kvadratı. Demək cavab olacaq D variantı. Diqqətinizə görə sağ olun.